Bugün bir daha boru sonsuzluğu haqqında danışmaq istəyirəm. Təbii ki, belə bir fikir formalaşıb ki, boru problemi olanda mütləq süni maylama olmalıdır. Təbii ki, borular hər ikisi bağlıdırsa, süni maylama icra edilməlidir. Bu danılmaz bir faktdır. Zaten bilirsiniz ki, ilk dəfədə süni maylama məhz boru problemi olan qadına 1978-ci ildə icra edilmişdir. Amma bəzən olur ki, boru problemi olan qadınlara süni maylama deyil, təbii yolla da hamilə qalmağa biz kömək edə bilirik. Hansı hallarda süni maylanmada lazımdır boru problemi olan qadın, hansı hallarda isə təbii yolla, müalicəni və yaxud da əməliyyat yolla onlar hamiləlik əldə edə bilər. Ümumiyyətlə, nəzərinizə çatdırım ki, boru peritoneal sonsuzluq qadın sonsuzluq strukturasında birinci yeri tutur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının məlumatıdır. Yəni ki, digər səbəblərlə müqayisə daha çox qadınlarda məhz boru peritoneal sonsuzluq rast gəlinir. Və yenə bu, Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə reproduktiv yaşda olan qadınların hər qadın 4 qadından birində rast gəlir və səbəbləri nədir? Səbəbləri əsasən salpingitin baş verməsi, yəni ki, iltihabi prosesin borularda baş verməsidir. Bunun isə səbəbi cinsi yolla ötürülən infeksiyalardır, uşaqlıq boruları endometriozudur, nizamsız cinsi əlaqələrdir, invaziv müdaxilələrdir, çünki bəzi əməliyyatlar bitişmə prosesinə gətirib çıxar və yaxud da ki, boruların iltihablaşmasına şərait yaradır. Çanaq orqanların iltihabi xəstəlik, yəni digər orqanların, deyək ki, sidik hissəsinin, bağırsağın və bunların nəticəsində borularda da dəyişikliklər baş verir və təbii biosinizin pozulması bu əsasən o qadınlarda baş verir ki, onlar immunosupressiv terapiya qəbul edirlər və bunun nəticəsində şərti patogen mikroorqanizmlər patogenə keçərlər, boruların zədələnməsinə səbəb olurlar. Uşaqlıq borularının keçin pozulması patogenizi ondan ibarətdir ki, iltihabi proses nəticəsində uşaqlıq boruları içində kirpikvari epiteli var. Bu epiteli zədələnir, fibrozblastlar aktivləşir, birləşik toxumanın rezorbsiyası pozulur, kolagen çoxalır, bərkiyir və pişmələr əmələ gəlir və endosalpinxdə olan kirpikvari epiteli çapıq toxuma ilə əvəz olunur və bu da uşaqlıq borunun obliterasiyasına gətirib çıxarır. Endosalpinxdə olan iltihabi proses, yəni iltihabi proses davam edərsə, miasalpinxə keçir, daha sonra xarici qişaya, perisalpinx və daha sonra isə kiçik çanağa keçir və kiçik çanaqda artıq deməli iltihabi prosesdə bitişmələr baş verir. Uşaqlıq borunun keçirlərinin pozulması ola bilər, tək tərəfli, iki tərəfli, hissəvi ola bilər, tam obliterasiya ola bilər. Bundan əlavə də siliar diskineziya sindromu var, bu haqda da məlumat verəcəm və uşaqlıq boruların keçiricinin funksional pozulması ayrılır. Siliar diskineziya sindromu bu genetik bir xəstəlikdir, autosom resessivli X xromosomla ötürülən bir genetik patologiyadır. Bu insanlarda ümumiyyətlə orqanizmdə olan kirpikvari epiteli zədələnir. Məsələn, bu insanlarda tənəffüs yollarında problem olur, bronkitlər, bronkoektatik xəstəliyi daha çox olur və qadınlarda eyni zamanda uşaqlıq borularında olan kirpikvari epiteli də zədələnərək boruların bağlanmasına gətirib çıxarır. Boruların keçiriciliyinin pozulmasını ümumiyyətlə keçirir ya ki, biz necə bilirik, ən çox istifadə etdiyimiz üsul histerosalpingografiyadır, yəni rengen vasitəsilə, digər üsullar da mövcuddur. Histerosalpingografiyanın informativliyi 75-80% təşkil edir, amma 100% informasiyanı bizə laparoskopiya əməliyyatı deməli, məlumat verir. Ümumiyyətlə, boruların problemi, yəni borular bağlananda və yaxud da ikisindən biri bağlananda biz nəyə ümumiyyətlə üstünlük verməliyik? Əgər səbəbi bilinməyən bir sonsuzluq varsa, yəni ki, deyək ki, boruların keçiriciliyi zəifdir. Çox vaxt xəstələrdə biz belə bir raporlar görürük. Yəni, bir neçə dəfə kontrast maddəni keçirəndə zəif bir keçiricilik baş verir. Belə halda dərhal mı bir süni maylamaya müraciət etməli? Yox. Əgər qadının yaşı gəncdirsə, yenə evlilik sürələri, yəni ki, müddəti uzun deyilsə, digər bir problemlər yoxdursa, o zaman
biz biraz gözləyə bilərik. Yəni gözləyərik, izləyirik folikulların yetişməsi və xəstəyə təbii onun hamilə qalmaq şansı verilir. Əgər bu gözləmə müddətində hamiləlik biz əldə etmiriksə, biz yumurtalıqların stimulyasiyasına başlayırıq, folikulanın yetişməsini dərmanlarına aparırıq. Bu da effekt vermirsə, uşaqlıq daxili inseminasiya icra edirik. Bu da effekt vermirsə, ekstrakorporal mayalanmaya müraciət edirik. Yəni ki, bugün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi boruların zəif keçirici, yəni funksional pozulmasının hallarında verdiyi alqoritm bundan ibarətdir. Əgər boruların hər ikisi yoxdursa, yəni əməliyyatla götürülübsə və yaxud da hər ikisi bağlıdırsa, təbii ki, burada bir mənalı xəstə ekstrakorporal mayalanmaya müraciət etməlidir. Əgər xəstədə bir tərəfli hidrosalpinqsdir, yəni bir boru keçiricidir, digər boruda maye yığıntısı varsa, təbii ki, bu halda biz öncə əməliyyat eləməliyik. Çünki hidrosalpinqs zamanı olan maye, uşaqlıq borusu içində olan maye embriotoksik təsirə malikdir. Yəni ki, o borudan uşaqlığın içinə regurgitasiya edərək implantasiyanı əngəlləyir və hamiləliyin baş verməsi mümkünsüz edir. Buna görə də belə xəstələr öncə biz laparoskopik əməliyyat tövsiyə edirik. Bu da yenə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında ASERin və EŞRE, yəni ki, reproduktologiya üzrə cəmiyyətlərin verdiyi tövsiyələrdir. Bir tərəfli, yəni borunu götürürük, daha sonra isə müvafiq müalicələr veririk, yenə gözləyirik, stimulyasiya edirik, uşaqlıq daxili inseminasiya, o zaman təbii ki, folikul bilirsiniz ki, boru keçirici olan tərəfdə yetişdiyi halda mümkün ola bilir və bunlar effekt vermirsə, artıq ekstrakorporal mayalanmaya müraciət edilir. Və nəhayət, əgər hər iki uşaqlıq borusu zədəlidirsə, hidrosalpinqsdirsə, bəzən xəstələr müraciət edir ki, doktor mənə əməliyyat edin, bu borularımı açın, bəlkə hamilə qalır. Amma təəssüf olsun ki, bu borular artıq öz funksiyasını itiriblər, yəni onların kirpikvari epiteli ümumiyyətlə tam zədələnibdir və boruların keçiricilik funksiyası mümkün deyil. Belə olan halda, belə boruları saxlayaraq ekstrakorporal mayalama belə icra etmək o deməkdir ki, süni mayalanmanın şansını bir neçə də biz aşağı salırıq. Belə halda mütləq hər iki boru laparoskopiya vasitəsilə götürülməlidir, yəni çıxarılmalıdır. Daha sonra xəstəyə müalicə verilməlidir və birbaşa xəstə ekstrakorporal mayalanmaya müraciət edilir. Yəni bugünə uşaqlıq boruları ilə bağlı yanaşma, müasir yanaşma, alqoritmlər bu cürdür.